əlin içindədir, ovcundadır, onu bilmirsən, duymursan, hiss eləmirsən. Elə ki, çıxıb gedirsən, onun böyüklüyün, gözəlliyin, yaxşılığın başa düşürsən. Sevincini, kədərini bölüşdüyün insanlar, mənə yaxın olan orada insanlar var ki, onlar üçün əlbəttə darıxıram. İctimai televiziya mənə nə verdi? İctimai televiziya mənə ekstremal şəraitdə işləməyi öyrətdi. Günü bugün yolda məni görən insanlar hamısı deyir, ictimai televiziyanın aparıcısı. Tramplin olaraq əlbəttə ki, İTV oldu. İctimai televiziya həmişə öz qabaqcıl, nüfuzlu, maraqlı layihələrlə seçilir. Bir müddət sonra televiziyaya qayıdanda özümü vətənini tərk etmiş bir xaricdə yaşayan bir Azərbaycanlı kimi hiss etdim. Mən sanki jurnalistikanın ali məktəbini oxudum, çox şey öyrəndim orada böyüdüm. Mənim də dünya görüşümün formalaşmasında, onların da biz hər şeyi bir-birimizdən bölüşürdük, bir-birimizdən qidalanırdıq. Əslində mən deyir ictimaimiz, hər zaman zirvədə görürük onu. Sağ olsun İTV. ...29 Avqust 2005-ci il Azərbaycan teleməkanında yeni televiziya efirə qoşuldu. Ən müasir texniki təchizat, yeni ideyalar, orijinal layihələr, ən əsası yorulmayan istedadlı gənclər və bir də böyük ictimai televiziya ailəsi. Bu ailənin hər bir üzvünü bir məqsəd birləşdirirdi. Hamıdan fərqli və birinci olmaq. Oldular da. Song Contest 2011 from Azerbaijan, Aim and Nikki with Running Scared. 29 Avqust 2012-ci il. 7 il sonra beynəlxalq əhəmiyyətli möhtəşəm layihələr, milyonlarla insan əhatə edən beynəlmillər tamaşaçı auditoriyası. Artıq bu televiziya nəinki Azərbaycanda, dünya televiziya məkanında da xüsusi yerə malikdir. Əlbəttə, bu uğurların arxasında neçə-neçə insanın zəhməti, böyük ictimai televiziya ailəsi dayanır. Burada dəyişən yalnız ideyalar, mövzu və üslub deyil, həm də insanlardır. Burada insanlar da yenilənir. Artıq bu ailə sadəcə ictimai televiziya hüdudlarında fəaliyyət göstərmir. İctimai həyatın müxtəlif sferalarından tanıdığımız, gördüyümüz istedadların çoxu nə vaxtsa böyük ictimai televiziya ailəsinin üzvü olub. İctimai televiziya ailəsi ona mənsub olan heç bir üzvünü diqqətdən kənarda saxlamır, onları unutmur. Elə bu ailənin hər bir üzvü də harda fəaliyyət göstərməsindən asılı olmayaraq, burada işlədikləri müddəti həyatlarının mühüm məqamı kimi xatırlayırlar. İctimai televiziyanın ad günündə efirimizin qonaqları da onlardır. Adam bir qapını açanda mənlə bilən birinci bilməlidir ki, o qapının o tərəfində, körpünün o başında kim dayanır? Kimin arxasınca gedirsən? Kimin qapısını döyəsən? Kimin pəncərəsindən boylanasın? Bu həmişə mənim üçün önəmli olur. Getdiyin yer, danışdığın adam, ünsiyyət quracağın ətraf, oturub durduğun dostlar, yoldaşlar, bunlar istər texniki adamlar olsun, istər yaradıcı adamlar olsun. Bu mənim üçün həmişə önəmli olur. Ona görə də mən gələndə, gəlmək istəyəndə, təşəbbüs göstərəndə, mənə təklif olanda, mən can atanda, bu qapını döymək fikrinə düşəndə mənim üçün əsas önəmli oldu. Yəni, kifayət qədər imic olan, kifayət qədər tanınan, yetərli və hamının bildiyi, tanıdığı və rəhbərlik elədiyi bir jurnalistin arxasınca getmək, onu qurub, yaradan, hələ o vaxt ilkin idi, beşikli idi, hələ bunun boyatmağından, gələcək taleyindən hamı kimi mən də xəbərsizdim. Böyük risk idi, amma öndə gedən əgər bu missiyanı çiyninə, bu yükü boyuna çəkmişsə, inanırdısa və mən bilirdim, başa düşürdüm ki, o həm də özündən sonra gələnləri inandıracaq. Bax, bu inamla, bu istəyinlə də mən, belə deyək də, az qala uşaqlığımı, gəncliyimi, tələbəçiliyimi, yadımı, yaddaşımı qoyub o vaxt Dövlət Televiziyası adlanırdı və oradan çıxdım, gəldim və hələ təzə
hələ 5-də olan televizyon qapısını açdım. İctimai televiziyaya gələndə baxmayaraq ki, kifayət qədər artıq imzam var idi, digər telekanallarda çalışmışdım. Yəni biraz təcrübəm var idi, amma ictimai televiziyada çalışdığım 5-ci il müddətində də çox böyük öyrəndiyim bir çox şeylər oldu. Yəni öyrənmək heç vaxt gec deyil, hər zaman, hər an öyrənmək mümkündür. Və mən də ictimai televiziyada deyərdim ki, sizə çox şeylər öyrəndim. Məsələ ictimai televiziyada çalışdığım dönəmdə Türkiyənin TRT kanalında xəbər departamentində kurs keçdim və xarici telekanalların xəbərlərin hazırlanması prosesində necə iştirak etdiklərini birbaşa öz gözümlə şahidi oldum. Düzdür, bizim xəbərçilər onlardan daha operativdilər, mən belə deyərdim. Yəni, heç bəyənmədim onların işini. Biz daha operativ işləyirdik. Aranjmançı studiyada olmayanda bu proyektləri tapmaq çox çətin bir şeydir. Deyəsən, mən tapdım. Tapdım. Hazırıq, getdik. İctimaya gəlməmişdən qabaq, ölkə radiolarının birində FM DJ kimi çalışırdım. Əslində, ən böyük arzum həmişə radio DJ olmaq idi. Günlərin bir günü verilişə qonaq çağırdığım insanla çox yaxın dostluq münasibəti yarandı. Həmçinin o mənim bir radio aparıcı kimi xəttimi çox istəməyə başladı. Söhbət bizim ən gözəl bəstəkarımız Aygün Səmədzadədən gedir. Və həmin radio çalışan zaman Aygün xanımla dostluğumuz belə başladı. Və daha sonra Aygün xanım ictimai televiziyada məsul vəzifələrin birində fəaliyyətə başlayan zaman istedadlı gəncləri öz ətrafına toplamağa başladı. Həmin o səmimi münasibətlərimizdən dolayı mənə də cəlb etdi ki, Murad, gəl, bu yeni bir şirkətdir, böyük perspektivləri var sənin üçün və istərdi ki, bərabər çiyin-çiyinə çalışaq. Böyük məmnuniyyətlə gəldim, çünki azdan çoxdan özümün də məlumatım vardı ki, ictimai televiziya anlamı ümumiyyətlə nə deməkdir, ictimai televiziya gənclər üçün hansı perspektiv deməkdir və gələcəkdə burada nə kimi mənim ruhuma, ruh halıma, xarakterimə, dünya görüşümə uyğun hansı layihələri mənə vəd edəcək bir şirkətdir. Məmnuniyyətlə gəldim, radioda böyük redaktor vəzifəsində bir müddət çalışdım. Beləcə müəyyən təkliflər oldu. İlk Avrovision mahnı müsabiqəsi idi. O da mənim üçün bir sınaq idi. Həyəcan içində əsə-əsə ilk dəfə olaraq televiziyaya çıxdım və bütün ölkənin diqqətini cəlb edən bir mahnı müsabiqəsi, Avrovision mahnı müsabiqəsinə şərhçi kimi, bir aparıcı kimi. Deyəsən o sınavdan çox uğurla çıxdım və Avrovision eyfariyası bitəndən sonra iclasların birində İsmail Ömərov dedi ki, onun radioda elə apardığı verilişin formatında bir televiziya verilişi verin ona. Xoş gəlmişsiniz ki, keyfiniz əla olsun. Xoş gəlmişsiniz ki, yaxşı musiqi dinləyirsiniz və xoş gəlmişsiniz ki, bizə baxasınız. Deyirlər ki, düzdür, dəvələr oynayanda qar yağar. Nə dəvələr? Bizdə dəvələr yox, belə lap fil də gəlsin, qar yağmayacaq. Doğru. Mən artıq tanınmış radio DJ olaraq böyük bir komplekslə üzləşdim. Görəsən, mənim kadra sığmayan bu sifətimi efirə sığışdıra biləcəkmi? Nöqtə qoydun artistliyimə, inanmırsan dediklərimə, mənim səbəblərim, saxta səbəblər məni öldürməyən dərdim, məni daha gücləndirən. Çox xoşbəxtəm ki, mənim ilk özümə aid olan, yəni aparıcısı olduğum verilişdə çox fərqli, çox maraqlı, çox kreativ bir insanla bərabər işləməyə başladım. Söhbət əlbəttə ki, hər kəsin çox sevdiyi Hüsniyyədən gedir. Biz bərabər qarajı yaratdıq, biz bərabər qarajı təqdim etdik, biz bərabər qarajla yaşadıq. Düz 5 ildən çoxdur ki, mən bu dəhlizlə gəlmirəm. Sizin çoxunuza yəqin ki, müəmmalıdır ki, bu nə dəhlizdir? Bu dəhliz bu qapıya aparır. Bu qapının o bir tərəfində isə bizim məşhur qarajın pavilyonu yerləşirdi. Tanımaq olmur buraları. Bura bizim məşhur qarajın pavilyonu idi. Bugün çox güman ki, artıq başqa-başqa verilişlər çəkilir və mən kimi görürəm? Mənim qaraj dostum Hüsniyə Məhərrəmova, salamlayıram sən əzizim. Bu illər ərzində nə qədər həmkarım oldu, inan ki, ürəyimdə xəyanət olmayıb. Həmişə düşünmüşəm ki, mənimlə bərabər bir kadrda ikinci sima görünməlidirsə, ən gözəli, ən uğurlusu Hüsniyə Məhərrəmovadır. Çünki xarakter etibarilə eyniyik. Əslən hər ikimiz rockçuyuq.
və bizi qaraj birləşdirir. Nə tərsən, nə var, nə yox? Efirdə qarajdır. İctimai televiziyanın ilk 4 aparıcısı açıb televiziyanı. Onlardan biri də mənəm. Leyla idi, mən idim, Salih və Elnurə. Biz bu dördümüz avqustun 29-u axşama doğru, axşam saatlarında artıq ictimai televiziyanı açdıq və müğənnilər gəlmişdi, siyasətçilər gəlmişdi, ictimai xadimlər gəlmişdi. Uğurlu oldu və səhərsi günü Yeni Gün proqramını artıq aparıcısıydım, səhər proqramını apardım və belə başladı ictimai televiziyada görsənməyim. Təbrik sözü yox. YouTube-da müxtəlif layihələr elədik ictimai televiziyada, hamısı da bir-birindən uğurlu oldu. İctimai televiziya təzə açılanda montaj otaqları yox idi, az idi, yəni imkanlar hələ ki təmir gedirdi. Biz yadıma gəlir ki, biz otağı özümüz təmizləyirdik, otaqlarımızı. Yəni oranın tozunu, torpağını udmuşduq da əslində biz. Gecə qalırdıq montajda, səhərə qədər, amma işimizi təhvil verirdik. O iş şəraiti bir ailədə necə hər kəs yığıb bir ev tikir, o ev tikəndən sonra biri süpürür, biri təmizləyir, biri pəncərəsini silir, biri işini görür. Yəni mən orada oranı bir ailə kimi görürdüm. Yəni hər kəs bir iş görürdü. Heç kim demirdi ki, bunu mən niyə eləməliyəm. O an elə kollektiv yığılmışdı ora ki, yəni o kollektiv ev kimi, ailə kimi ora rəftar edirdi, ailə kimi yanaşırdı. İctimai televiziyada olanda mən sanki jurnalistikanın ali məktəbini oxudum. Çox şey öyrəndim orada, orada böyüdüm. İctimai televiziyaya gəlişim mənim üçün artıq özü bir xatirədir. Yadıma gəlir, günlərin bir günü İsmail Ömərov televiziyanın rəhbəri, direktoru Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gəldi və onda biz 4-cü kursda təhsil alırdıq. Və televiziya hələ ki açılmamışdı. Yəni yeni artıq start götürülürdü ki, Azərbaycanda ilk televiziya açılacaq. İsmail müəllim gəldi və auditoriyada bizə bildirdi ki, Azərbaycanda belə bir yenilik olacaq və o televiziyada intellektli, gənc, potensialı olan gəncləri görmək istəyir. Və həqiqətən də bizim üçün bu həm gözlənilməz oldu, həm unudulmaz bir addım oldu ki, yəni biz birbaşa universiteti bitirdikdən sonra öz karyeramızı televiziyadan başladıq. Və həqiqətən bu mənim üçün çox qürur verici bir haldır ki, dünənin tələbə, amma bugün artıq o, gələcəkdə Azərbaycan üçün kifayət qədər önəmli ola biləcək, Azərbaycan mediası üçün özünə məxsus bir yer tuta biləcək ictimai televiziyanın əməkdaşına çevrildim mən. Mənim ictimai televiziyaya gəlişim 2005-ci ilin iyun ayına təsadüf elədi. Televiziyada efir üçün hazırlıq prosesi gedirdi. Bu mənim televiziya yaradıcılığımda ikinci telekanalın açılışı idi. Yəni artıq azacıq da olsa müəyyən bir təcrübəm var idi keçmişdən. Məlum olduğu kimi Azon zavodunun binasında hələ bina sırf televiziya üçün hazırlanmayıb, pavilyonların tikilişi gedir, texniki avadanlıq problemi var. Texnikanı, aparaturanı daşıyırdıq da, quraşdırırdıq da, tez-tez iməcliklər olurdu, hamımız orada əl-ələ verib, rəhbər işçisindən tutmuş, qarolçusuna qədər, sürücüsünə qədər hamımız əl-ələ verib orada işləyirdik, nəsə eləyirdik, çalışırdıq. O vaxt işçilərdə bir romantika var idi. İstəyirdik ki, bilirdik ki, biz bu ictimai televiziyanın, necə deyərlər, o ilk işçiləri, ilk ictimai televiziya bizimlə bir yerdə ilk addımlarını atacaq. Ona görə çalışırdıq ki, ilk addımları uğurlu olsun, yadda qalan olsun.
Belə bir çətin vaxtda nəhayət avqust ayının 29-una qədər özümüzü toparlayıb kanalın açılışında iştirak elədik. Ölkə başçısı, telekanal rəhbərliyi çox möhtəşəm bir tədbir düzənlədilər və ondan sonra bizim keşməkeşli günlərimiz başladı. Çox istəyirdim ki, təbii ki, çox böyük arzum oldu ki, mən də orada işləyim. Təbii ki, nəyə görə? Həmişə hər zaman yeni bir iş yeri açılanda insan düşünür ki, yeni kollektiv yığılır, yeni insanlar yığılır. O daha maraqlı olur. Təbii ki, ilk başdan o insanlarla işləmək daha böyük bir insana zövq verir. Gəldim, sənədlərimi verdim bura və qəbul oldum bura işə. Çox sevindim həqiqətən o işləməyimə. Bu müddəti mən burada arası bir 4 ilə qədər işlədim. Düz 7 il bundan əvvəl ictimai televiziya müsabiqə yolu ilə gəldim. Əminliklə deyə bilərəm ki, o gün həyatımın ən xoş anlardan biri idi. Müsabiqədə bir neçə müxtəlif layihə təqdim etdim. Onların arasında informasiya xarakterli veriliş yox idi. Bizim baş direktorumuz İsmail Ömərov da müsahibənin yekununda məni xəbərlər departamentə təyin edib. İllər keçdikcə mən anladım ki, məhz xəbərlər əsl mənim sahəm idi. Burada çox rahatam. Jurnalist keçimdən, aparıcılıqdan zövq alıram. Kollektivdə olan o həvəs, o yanığı ictimai televiziyanın ilk addımlarının uğurlu olmasının ən böyük səbəblərindən biridir. Yəni, çox yaxşı kollektiv yığılmışdı onda. Qocamanların peşəkarlığı, gənclərin işə həvəsi çox belə uğurlu bir tandem alınmışdı və ona görə də İctimai televiziya efirə çıxan ilk günündən öz yerini tapdı, öz yolunu tapdı. Televiziya daha çox kütləvilik deməkdir, daha çox ünsiyyət deməkdir, daha çox adamlarla işləmək, onların dil tapmaq deməkdir və yəqin mən bu baxımdan həmişə yükün ağır tərəfinə, çətin tərəfinə can atmışam. Adamlarla, tamaşaçılarla, kütlüylə dil tapmaq, işləmək və bu baxımdan da bəxtim və şansım gətirdi ki, ictimai televiziya o vaxt daha böyük işlərlə məşğul oldu. Azərbaycan telemekanında ilk dəfə olaraq adamların getdi birbaşa pəncərəsini döydü. Qapısını döydü ki, biz gəlmişik, biz varıq, açın qapılarınızı, inanın bizə, ümid edin. Həm inanınız, həm də imanınız olacaq. Və biz də, mən də o cümlədən, bu işin daşıyıcılarından biri, təhlillərindən biri, işin azdan çoxdan çiğnin verməkdən qorxmayanlardan biri oldum. İctimai kanala gəlməmişdən əvvəl mən bir çox başqa kanallarda işləmişəm. Ancaq ictimai kanalda mən o vaxta qədər arzusunda olduğum, ancaq eləyə bilmədiyim iki işi görmüşəm. Birincisi, Anar Məlikli ilə bir yerdə Həmrəylik körpüsü. Azərbaycan telemekanında ilk dəfə biz telekanallar arasında telekörpü elədik canlı yayımda. Mən bu sabah İctimai Televiziyanın Yeni Gün proqramının qonağıyam. Salih isə Sabah studiyasında əyləşib. Salamlarını yetiririk Salihə. Yadımdadır, bir neçə kanalda təklif irəli sürmüşdüm, ancaq nəsə alınmırdı. Heç kim dəstəyi olmurdu. Ancaq İctimai kanalda təklif irəli sürdük və bu iş alındı. İkincisi də ki, Musiqili Verilişlər Departamentində Ötən ilin Akordları filmi. Mənim üçün, yəni ictimai televiziyada çalışdığım bu illər çox uğurlu olub. Ən azı mənim hər hansı bir yaş dövrümə təsadüf etdiyindənmi, daha peşəkarlığa doğru addım atdığım bir dövrdənmi və eyni zamanda bizim departamentin başında çox peşəkar və sənətinə, özünə hörmət etdiyim Natiq Abdullayevdən öyrəndiyim çox şeylər olduğuna görəmi deyə bilmərəm. Amma
Yenə də deyirəm ki, ictimai televiziya həyatımda çox böyük rol oynayıb, öyrəndiyim çox şeylər olub və buna görə ictimai televiziyada olan hər birinə minnətdaram. Sen sevdiğin günler, vaat ettiğim iller, boş yere sovruldu, geri almadım olmadı yar. Eski karanlıktan kalktın sabahlarda, benim sana ihtiyacım var. İctimai telekanalda işlədiyim 3 il o qədər yadda qalan və zəngin oldu ki, mənim bəxtimə mən özəlliklə vurğulayacağım gün yoxdur. O günlərdir, sayısı hesabsız günlərdir. Əlbəttə ki, ilk dəfə efirə çıxmağım, Avrovision mahnı müsabiqəsinə həsr olunmuş tok-şou, ətrafımda ziyalı, dəyərli, mötəbər musiqişünaslar, musiqiçilər və bəstəkarlar da bir yerdə. İnanın, qarajda o qədər unudulmaz günlər olub, o qədər unudulmaz xatirələr olub. Nə bilim, aparıcının imicindən tutmuş, təqdim etdiyimiz kliplərə kimi. Biz necə sevirdik hər bir videonu təqdim edərkən, bu sadəcə bir texniki bir proses deyildi bizim üçün. Həm Hüsniyə, həm də mən biz fikirləşirdik ki, bax, tutaq ki, Red Hot Chili Peppers'in, yaxud Björk'un, yaxud Coldplay'in yeni klipini verərək, biz həmçinin insanları maarifləndiririk. Rockçu ideologiyasının təbliğatıdır bu bizim üçün. Ona görə də unudulmaz xatirələrim çoxdur. Və ən yadda qalanları, ən parlağı da ilk növbədə qarajla bağlıdır. O qədər mənim üçün əhəmiyyəti var ki, bu xatirələrin. Ümumiyyətlə, bu 10 illik telekaryeramdır, 10 illik radyo karyeram ərzində mən fikirləşirəm ki, ümumiyyətlə, apardığım ən gözəl veriliş qarajı. İctimai televiziya mənim həyatımda böyük rol oynayıb. Əsasən də artıq mən tok-şou verilişlərini aparmağa keçəndə, artıq orada mən həm məsuliyyəti, həm ciddiyyəti, həm jurnalistikanın bütün incəliklərini artıq öyrəndik orada. BBC-nin əməkdaşları gəlmişdi, bizə həm sənədli filmlərin, həm debat proqramlarının hazırlanmasını keçirdi. Özə ki, nəzəri yox, praktiki həm də. Biz orada ciddi mənada böyük işlər gördük. Yəni, yeganə gənclər proqramı idi ki, o qədər açıq, rahat, sərbəst. Gənclər gəlib orada sözünü deyirdi. Böyük bir meydan var idi və gənclər orada sözünü deyirdi. Mənə elə gəlir ki, ictimai televiziya çox şeylədir. Televiziya yarandı və bəzi insanların yarandığı yadındadır. Ona qarşı necə hücumlar oldu, hərə bir sözdür, amma onların hamısından alın açıq çıxdı. Artıq bugün ən çox bəyənilən, sevilən kanaldır. Yəni, sözün ciddi mənasında. Yəni, hər bir kanal öz profilindən tanınır da. Biri əyləncə, biri xəbər. Amma ictimai televiziya hamısını birləşdirə bildi. Həm xəbəri, həm əyləncəni. Hətta deyə bilərəm ki, yəni, kanaldır ki, şərhsiz, təhrifsiz, məsələn, xəbərlər, yəni, o standartı gözləyirlər. Əyləncə proqramları da ki, Eurovision gətirməklə daha doğrusu, o böyük bir layihə idi. Heç kim inana bilməzdi ki, Eurovision deyəndə hər kəs düşünürdü ki, bu nədir, nə yarışmadır, niyə görə bu bizdə olmalıdır. Amma ictimai televiziya bunu getdi, hamısı yadında danışıqlar, deyirdilər ki, belə bir yarışmanı biz eləyəcəyik, biz göstərəcəyik, bizdə olacaq. Yəni, o qədər orada işlər görüldü, onların hamısı bir-bir yadındadır və onun içində mən də olmuşam, o günləri yaşamışam deyə. İndi tez-tez gedib gəlirəm, baxmayaraq ki, orada işləmirəm, amma orada oluram. Həftədə bir dəfə, 2 həftədən bir gedib gəlirəm, görüşürəm o uşaqlarla. Yəni, qısacası o kollektivdə olmasam belə, o kollektivin yanındayım. Verilişin formatını keçən səğvətlərində müzakirə edik. Musiqi ilə, mahnı ilə. Həmin devirdə bəlkə də bir nəfər 4-5 nəfərin yerinə çalışırdı. Həm yeni televiziyada kadr çatışmazlığı var, az idi. Həm də ki, xüsusi bir entuziazm var idi, xüsusən biz gənclər arasında. Mən həm çəkilişə gedirdim, yeri gələndə kameranı da əlimə götürürdüm, saatlarla oturub montaj edirdik, gecəni səhərə qədər qalırdıq, montaj edirdik, verilişlər montaj edirdim. Filmlər sənədli film estetikasında olan digər layihələr öz yerində, hətta verilişləri, hətta informasiya verilişlərini montaj edirdik və usanmırdıq da bu işdən.
mən bir müddət sonra televiziyaya qayıdanda o qədər məndə bir sentimental hisslər oyandı ki, yəni sanki özümü vətənini tərk etmiş bir xaricdə yaşayan bir Azərbaycanlı kimi hiss etdim. Necə ki, xarici bir ölkədə yaşayırsan və Azərbaycana qayıdırsan, insana o hansı hisslər gətirirsə, eyni ilə mən burada o hissləri qayıtmış oldum. Həqiqətən buradakı insanlar mənim üçün o qədər doğmadır. Həm bu daşı, divarı, binası, rəhbərliyi, ətrafımda olan dostlarım, yəni uzun müddətdir ayrılsam da, lakin mən daim o insanlarla əlaqədayam. Daim onlarla dostluq əlaqələri saxlayıram və mütəmadi onları görmək istəyi məndə olur. Yeni il qabağı idi. Yadıma gəlir ki, yeni il bayramı yaxınlaşırdı. Dedik, biz belə bir şey eləyək ki, aparıcılar oxusunlar. Və onu da qeyd edim ki, heç bir televiziyada o zaman elə bir layihə eləməmişdilər. Deyərdim ki, bizdən sonra bir çox televiziyalar o layihəyə əl atdı və artıq onların da aparıcıları başladı oxumağa, amma ilk olaraq bizdə ictimai televiziyada oxumuşdu bizim aparıcılarımız. Dünyasının ulduzuyuq biz yenə sizinlə, görüşərik biz, söyləyik yenə birdir qəlbimiz, bizi yaşadacaq sizin sevginiz. Bir dünyasının ulduzuyuq biz yenə sizinlə, görüşərik biz, söyləyik yenə birdir qəlbimiz, bizi yaşadacaq sizin sevginiz. Bir-birindən istedadlıydınız da, o qədər gözəl belə studiyada deyərdim ki, hamı deyirdi, yox mən oxuya bilməyəcəm, amma o qədər gözəl oxumuşdu ki, hamısı da oradan da sevgi mesajının sözlərini değişdik, ictimai televiziyaya aid və yeni ilə aid elədik və ifa elədi bütün aparıcılar, oxudular. Çox gözəl, çox uğurlu bir layihə oldu. Hətta elə bir uğurlu layihə oldu ki, illər boyu mənim yadımdadır ki, neçə illər ondan sonra ictimainin ad günü olanda onu klip şəklində, yəni rolik şəklində çəkilmişdi musiqi çarxı kimi. O efirə gedirdi. Ondan sonra İsmail müəllim deyərdim ki, mənə bir təklif elədi ki, bəs ictimai gimni yazmağa. Mən çox sevindim bu təklifə. Doğrudan da mənim üçün çox böyük şərəf idi, çox böyük şərəf oldu ki, məhz belə bir böyük, möhtəşəm kanalın, televiziya, radionun himnini bəstələmək doğrudan çox məsuliyyətli bir işdir həqiqətən. Və bu məsuliyyəti öz üzərimə götürdüm. Təbii ki, çox qorxaraq, qorxu hissi ilə, həyəcan hissi ilə mən bu məsuliyyəti boynuma aldım. Düşünürdüm ki, birdən alınmaz, birdən bəyənilməz. Mənə sözlər verdilər və o sözlərə bəstələndi. Bir çox müğənnilərimiz oxudu. Gözlədik yolunu neçə zamanlar, vətən tarixidir, gerçəyin özü. Gözlədik yolunu neçə zamanlar, vətən tarixidir, gerçəyin özü. Bax, bura vətəndir, salam əskərlər. Dünyaya çarçıdır muğam albomu, əslində mən deyir ictimaiyiz, hər zaman zirvədə görürüm. Parlament və prezident seçkiləri, ümumxalq referendum, Bakıda keçirilən EBU-nun Baş Assambleyası. Musiqi layihələrimizə gəlincə, ölkəmiz 2008-ci ildə Eurovision mahnı müsabiqəsində ilk dəfə iştirak edəndə nümayəndə heyətimizin tərkibində Belqradda çalışdım. 2010-da Azərbaycanın Eurovision müsabiqəsinin iştirakçılarına verdiyi xalları da elan etdim. Azerbaijan gives 12 points to Turkey. Türkiye manga, we could be the same no matter what they say. İctimai televiziyaya gələndə səhər verilişində, yeni gün verilişində çalışırdım. Səidə xanımla bir yerdə. Orada çox cavan kollektiv yığılmışdı. Yəni ki, gündüz çəkilişdə olurduq, gecə montajda olurduq, səhər isə efirə çıxırdıq. Elə olurdu ki, sutkalarla işlə qalmalı olurduq. Yəni heç evə getməyə vaxt olmurdu. İctimai televiziyaya qədər televiziyada işləyirdim. Aparıcıydım, müxbirlik eləyirdim. Bir çox işlər görürdüm. Amma ictimai televiziyanın bir böyük rolu oldu ki, mən geniş mənada bütün jurnalistlərin arzusu, əlçatmaz arzusudur ki, o böyük bir tok-şou eləsin. Tok-şou ən axırıncı nöqtədir. Yəni, əyləncə proqramı ola bilər, hər hansı bir verilişin aparıcısı, amma tok-şou bir jurnalist üçün ən pik nöqtədir. Ondan o tərəfəsi yoxdur. Mən ictimai televiziya açılanda bir müddət sənədli filmlər və ya verilişlər elədim. Ondan sonra mənə bu tok-şounu etibar elədilər. Və mən tok-şoularla
cəmiyyətdə ciddi mənada tanındım. Hər həftənin çərşənbə axşamı aktual verilişi ilə qonağınız oluruq. Hörmətli tamaşaçılarımız, milli dəyərlər bu sözü tez-tez eşidirik və yeri gəldikdə tez-tez istifadə edirik. Amma gəlin görək bu sözün mənasını tam olaraq bilirikmi? İctimai televiziyanın bir neçə layihəsi mən məsəl üçün deyərdim paytaxt və bölgə kanallarının, bölgə telekanallarının əməkdaşlarını, aparıcılarını cəlb edib bir layihə hazırlaması, xüsusi diqqət cəlb edən bayram verilişlərində, ölkə əhəmiyyətli bayram verilişlərində, dünya səpkili bayram verilişlərində telekanalın bütün aparıcıların iştirakı ilə möhtəşəm tədbirlərin hazırlanması bu telekanalın daxili sahmanından, daxili mədəniyyətindən, etikasından, yenə deyirəm, tolerantlığından irəli gələn bir şeydir. Baxıram qəlbimdə arzu oyanır, burada xəyallarım uçur quş kimi, sanki ay bulutdan baxır boylanır, bu solan çiçəyə ilk eşqim kimi. Bir eksperimental musiqi layihəmizdə var idi. Novruz bayramı münasibəti ilə bir neçə kanalın tanınmış aparıcıları show-biznes ulduzlarla mahnı oxudular. Amma tamaşaçılarım məni tam başqa ampluada gördülər. Bu xoş gündə nə qədər işarə etsən əgər, atılıb ortalığa oynaram sübhə qədər. Dodağı bal, dili bal, istəyirsən olum lal, məndən bir çiçək istə, üstündə ömrümü al. Sizin qapıya dək elçilərimi düzürlər, toya kimi sən küsməsən, toydan sonra düzərlər. Buradan sizin qapıya dək elçilərimi düzürlər, toya kimi sən küsməsən, toydan sonra düzərlər. Vətən qürbətdə vətəndir. Vətən qəriblikdə vətəndir. Onun qədri, qiyməti, gözəlliyi, özəlliyi kənarda bilinir. İş də belədir. Burada işləyirsən, ətrafında dostların, tanışların olur, hiss eləmirsən. Çıxıb gedirsən, boylanırsan geri. Boylananda əgər sən gözündə nur, içində işıq, dodağında təbəssüm varsa, yaranırsa, deməli sən o xoşbəxtlərdənsən. Yəni o xoşbəxtlərdənsə, o mənada ki, sən qoyub gəldiyin, yolunu gözləyin, işlədiyin dostların, yoldaşların, onlarla keçirdiyin gün, güzəran havaydır. Hər kəs ömrünün sonuna qədər bir yerdə qalmır. Önəmli olan dost olmaq, önəmli olan yaxşı və pis günlərdə bir-birinin yanında olmaq və itirməmək, keçmişi unutmamaq. Yəni onlar insani dəyərlərdir. İctimai televiziya bu gün də mənim doğma evimdir. Yəni nə vaxtsa hər hansı bir ciddi işimlə bağlı problem olanda ilk qapısını döyəcəyim yer olacaq. İnsanlar iş yerini dəyişdikcə və o iş yerini dəyişdikcə, onların işləri çoxaldıqca, o insanlarla görüşmələri, hər gün oturub durduğu, yeyib içdiyi insanları birdən-birə uzun bir müddət görməyəndə əlbəttə darıxdığı hisslər olur və sözün açığı mən biraz irəliyə baxan insanam, keçmiş keçmişdə qalır hər zaman. Amma insan bir oturub keçmişini də xatırlayanda, keçdiyi yola da bir nəzər salanda, əlbəttə darıxdığım insanlar, darıxdığım mühit çoxdur. İndi də mən ictimai televiziya gedəndə keçdiyim koridorları, bu çıxdığım studiyanı hər zaman mənim üçün xoş xatirələrlə onu xatırlayıram və hiss eləyirəm darıxdığımı. Deyərdim ki, bəzi həmkarlarımı mütəmadi olaraq görürəm. Bax, o hisslər ki var, hər zaman, daim bir yerdə olub, sevincini, kədərini bölüşdüyün insanlar, mənə yaxın olan orada insanlar var ki, onlar üçün əlbəttə darıxıram. İctimaidə ən çox darıxdığım yenə də qarajdır. Yəni, o qaraj mühitidir, o redaktorlar, prodüserlər, verişin formatı, həmkarım və ümumiyyətlə, ictimainin özünün bir mühiti var idi. Bir pak, bir təmizlik var, səmiyyət var və ictimainin mənim həyatımda daha bir rolda ondan ibarətdir ki, elə bu yaxınlarda bir il bundan əvvəl ictimai məni həm də rəqs edən bir insan olaraq aşkar etdi, təqdim etdi və insanlar möhtəşəm rəqs yarışmasında Murad Arifin rəqs şoularında izlədilər.
günlər üçün çox darıxıram. Ümumiyyətlə, telekanallar arasında ən parlaq, yadda qalan xatirələr hansı kanalla bağlıdır sualı olsaydı, mən deyərdim İctimai, istər Qaraj layihəsi olsun, istər Avrovision layihəsi olsun, istər radio fəaliyyətim olsun. Bilirsiniz ki, Gecə Söhbətləri adlı bir verişim var idi. Psixoloqa çevrilmişdim, insanlar şəxsi həyatını mənə danışırlar radioda. Və əlbəttə ki, rəqs yarışması. Bütün bu sadaladığım bu 4 proyekt, 4 layihə üçün çox darıxıram. Verilişim üçün təbii darıxıram. Bir də ki, kollektiv, mən sizin üçün, mən sizlə bir yerdə işləmişəm, bir departamentdə ilk əvvəl. O departamentin uşaqları mənə əzizdir. Sonra digər iş yoldaşlarım. Yəni, darıxdığım üçün də tez-tez gəlirəm ictimai televiziyaya, görüşürəm uşaqlarla, biraz enerjimi toplayıram, təzədən işə başlayıram. Bir çox işçilər var ki, doğrudan da çox gözəl bizim günlərimiz olub, çox gözəl günlər keçirmişik bərabər. Bayramlarda toplaşırdıq, bir yerdə yəni olurduq. Çox vaxtı işdən sonra gedirdik, haradasa yemək yeyirdik, yadımızdadırsa təbii ki. Bu günləri təbii ki, unutmaq mümkün deyil. Çox gözəl günlərimiz olub bərabər. Toy şənliklərində, bir çox toy şənlikləri oldu bizim kollektivdə, bərabər olduq. Ən çox yadımda qalan bax elə bunlar və siz olmusunuz, musiqi departamenti. Artıq 4-cü ayda Türkiyənin TRT Avaz kanalındayım. Və əlbəttə ki, ailəm və şirkətimizdəki bütün dostlarım üçün çox darıxdım. Xüsusən də bir yerdə işlədiyim rejissor komandası üçün. Bizim yadda qalan xoş xatirələrimiz çoxdur. Canlı yayının həyəcanı, uğurla keçən buraxılışlarımızı unutmaq olurmu? Tez-tez yadıma salıram orada çalışdığım günləri, o çətinlikləri, oradakı əldə etdiyim nailiyyətləri və xatirələr xoşdur. 2 ilə yaxın çalışdım mən ictimai kanalda və mənə elə gəlir ki, bu 2 il həyatımda ən yadda qalan illərdən olub. İctimai kanal ümumiyyətlə mənə çox dost verib. Orada yaxşı insanlarla, peşəkar insanlarla tanış olmuşam. Kollektiv üçün təbii ki, oradakı dostlarım üçün, uşaqlar üçün çox darıxıram. Düzdür, görüşürük, heç olmasa həftədə bir dəfə də olsa. Amma bir var ki, hər gün bir yerdə olsam, bir də var həftədə bir dəfə. İctimai televiziyada bir hadisə başıma gəlib, onu da heç vaxt unutmuram. Çünki həyatımda heç vaxt belə bir şeylə rast olmamışdım. Hardasa bir efirə 10 dəqiqə falan belə var idi. Birbaşa studiyaya qalxırdım və qaldım liftdə. Düz 40 dəqiqə liftdə qaldım. Efirə də bir 7 dəqiqə gecikmək şərti ilə İlham Sərxanlı məni əvəz elədi. Onunla bağlı ətraflı mısınız? Sonra? Qışın günündə, soyuqda, marozda, Qubanın ən ucqar nöqtəsində Əlibaba quldur çəkirdi deyəsən. Bu sallanırdı və bizim aktrisalardan birin girdi suyun altına. Suyun altında bu rəqs elədi. Mən stop deyən kimi, bax bu belə özündən getdi. İctimai televiziyada mənə elə gəlir ki, ən qısa efir aparmaq mənə nəsib olub. Çünki bir dəfə parlament seçkiləri idi. Biz hər saatda efirə çıxırdıq. Arada dedilər ki, 3 saat olmayacaq efir. Gedin çaydan, çörəkdən yiyin, çünki ayaq üstə dayana bilmirdik yorğunluqdan. Və getdik, birdən-birə elə tezə başlamışdım mən çörək yeməyə. Dedilər ki, yox, tez elə efirdəsən, qaça-qaça gəl, mərkəzi seçki komissiyasına bağlanırıq, ən son məlumatları ora bağlanıb çatdırmalısan. Gəldim, qaça-qaça liftə ilə pencəyimi giyinə-giyinə, oturdum studiya, şapka getdi, başladı efir. Başladım ki, salam əziz tamaşaçılar, indi Seçkilər İnformasiya Mərkəzindən seçkilərin gedişi ilə bağlı ən son məlumatları çatdıracaq və rejissor mənim qulağıma dedi ki, yox, bağlantı alınmır, sağ ollar. Mən dedim ki, mənim sizə çatdırmaq istədiklərim bu qədər, sağ olun. Və sanki mən efirə salamlaşıb sağollaşmağa çıxmışdım, vəssalam. İndi mən 60 bölümdən ibarət serialın, belə deyil, quruluşlu rejissoruyam. Çəkirik. Sentyabrın yəqin ki, axırına yaxın efirimiz olacaq.
Mən deyərdim ki, necə ki belə bir misal var, komandir olmaq istəməyən əskər, əskər deyil. İctimai televiziyada da artıq çox gözəl bir məqamda, sözünü dediyi bir vaxtda, artıq orada demək olar ki, ilk gündən gələn tələbələrdən bizim artıq yetişdirdiyimiz insanlar, jurnalistlər peşəkarcasına çalışdığı bir dönəmdə mən hesab elədim ki, getmək vaxtıdır və başqa yerdə hansısa bir irəliləyişə imza atmaq vaxtıdır. Elə bu məqsədlə də ayrıldım ictimai televiziyadan və deyərdim ki, Araz radiosuna, 103.3 FM radiosuna rəhbərlik elədim bir müddət. Artıq may ayından deyək ki, hal-hazırda çalışdığım Muz TV onlayn kanalı, ona rəhbərlik eləyirəm. Yəni kanalın direktoru vəzifəsində çalışıram. Mən indi hazırda marketinq sahəsində çalışıram və bu sahədə təcrübəli bir kadr olmaq mənim əsas məqsədlərimdən biridir. 5 il müddətində ictimai televiziyada və xüsusilə beynəlxalq şöbədə qazandığım təcrübə bugün mənim çox köməyimə çatır. 2009-cu ildə Yevlaxda yeni televiziyanın açılışı barəsində bir xəbər eşitdim və az sonra mənim özümü dəvət elədilər. Əlaqədar şəxslə getdim, görüşdüm, söhbət elədik. Təkliflərimi verdim. Artıq 3 ildir mən Yevlaxdayam. Və maraqlısını da deyim ki, buranın ictimai televiziyana bir bağlantısı var. Yeganə yolumuz o ola bilər ki, bu kanalların içində LTV bölgənin ictimai kanalı olsun. Hər kəsin burada söz demək haqqı, hüququ olsun. Bu, misal üçün, ictimai televiziyada mənə yansıyan və məndən də televiziyaya ötürülən bir, deyək ki, enerjidir. Başqa cür desək bir platformadır. Airbox'u yeniləndən sonra problem yox, heç bir problem yaxşı. Mən hazırda demək olar ki, Azərbaycanın ən müqəddəs məkanında işləyirəm. Mən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat katibiyəm. Hal-hazırda mən TRT Avazdayım. Avazın yeni layihəsi çərçivəsində buraya dəvət olundum. Həftə içi hər gün informasiya buraxılışım var. İctimai televiziyadakı carçı proqramı kimi, amma Avazdakı xəbərlərin məqsədi Türk xalqlarının mədəniyyətini, tarixini, adət-ənənələrini, problemləri bir-birlərinə dünyaya təqdim etməkdir. Mən özüm də iş prosesi zamanı çox maraqlı və faydalı məlumatlar əldə etdim. Buradakı kollektivlə çox məmnunam. İndiki fəaliyyətim qonşu telekanalların birində bir layihəm işıq üzü görməkdədir. Yəni orada davamlı olaraq aparıcı kimi çıxış edirəm. Amma daxilən bütün hüceyrələrimə də melaman olmağım məni mahnı müəllifliyinə gətirib çıxartdı. Gündüzlərini özünə apar, mənə bıraq gecələrimi. Bundan sonra daha zil gəlir, mənə orada səsim çatmaz. Mən ümidvaram ki, müğəni başa düşəcək dərəcədə oxudum. Hal-hazırda deməli mən belə deyək, bəstəkarlıq fəaliyyətimi təbii ki davam etdirirəm və bir çox mahnılar, bir çox hitlər yaradıram. Neçə illərdir artıq ondan sonra məndə çox böyük, yəni inkişaf getdi sənətimdə və kanalların birində, başqa bir kanalda çalışıram musiqi redaktoru kimi, başqa bir verilişdə və təbii ki bizim Milli Dövlət Konservatoriyamızda dərs deyirəm, müəllimə kimi fəaliyyət göstərirəm. Orada da bir çox tələbələrim var. Deyərdim ki, çox rəngarəng olub mənim bu iş fəaliyyətim hal-hazırda, yəni bir çox işləri bərabər, yəni eyni zamanda görürəm. Amma təbii ki, bu ictimai televiziyada topladığım o təcrübə mənə çox kömək edir bugünkü günə qədər. Mən ictimai televiziyanın bütün adamların qapıçısından tutmuş, sürücüsündən tutmuş, yaradıcı texniki heyətindən tutmuş, rəhbərliyinə qədər, hər birinizi, hər kəsi, burada nəfəs alan, işləyən, gələn, gedən, hər bir adamı 7 il münasibətə təbrik edirəm, sizə uğurlar arzu edirəm. Siz bilin və yadda saxlayın ki, siz dünyanın ən xoşbəxt adamlarısınız.
Nazım Hikmətin belə bir sözü var. Məncə Nazım Hikmətdir. İnsan o vaxt xoşbəxt olur ki, evdən işə, işdən evə tələssin. Siz evdən işə tələsən xoşbəxtlərdənsiniz. Allah bunu sizə çox görməsin. Uğurlar uzun il yaşasın. 7 il yox, 27, 37, 107 illiyini qeyd eləyək. Mən ictimai televiziyanı mənim üçün çox doğma olan bir evi 7 yaşım münasibəti ilə təbrik edirəm. Və mənim bu televiziyaya ən böyük arzum odur ki, necə ki birinci gündən ictimai televiziya media aləmində, televiziyaların içərisində öz xüsusi auditoriyası ilə, öz seçimi ilə, öz necə deyərlər, aktuallığı ilə digərlərindən seçilib. Mən arzu edirəm ki, bundan sonra da və həmişə də o bu mövqeyini qoruyub saxlaya bilsin. İctimai televiziyanın efirə çıxmasından artıq 7 il keçir. Bu 7 ildə ictimai televiziya çox irəli gedib. Mənə elə gəlir ki, 7 il bir tərəfdən böyük bir vaxtdır, bir tərəfdən isə ictimai televiziyanın uğurlarına baxanda fikirləşirsən ki, bir kanal ki, bu qısa vaxtda bu qədər uğura imza atıb, bu qədər nailiyyət əldə edib, bu çox ictimai kanalın rəhbərliyinə də, kollektivinə də çox baş uzaldıcı bir haldır. Arzu edirəm ki, ictimai kanal heç vaxt yerində dayanmasın. Yəni ildən ilə daha da genişlənsin, daha da mükəmməlləşsin. Bütün həmkarlarımı ictimai televiziyanın 7 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara işlərində, peşələrində daha böyük uğurlara, nailiyyətlərə imza atmaqlarını arzu edirəm və istəyərdim ki, mənim də hər hansı bir imzam, rolum olan bir telekanalı gələcəkdə daha gözəl perspektivlərə imza attığını görüm və hər halda orada mənim də bir balaca əməyim olduğunu bildiyim üçün bu mənə çox böyük sevinc gətirər. Təbii ki, mən bütün həmkarlarımı təbrik edirəm. Bütün ictimai televiziyanın kollektivini başda rəhbərliyi olmaqla hər birinizi təbrik edirəm. Çox darıxmışam sizin üçün. İnşallah yəqin ki, bayramımızda yaddan çıxartmazsınız, məni də dəvət edərsiniz, mütləq iştirak edəcəm. Müdiriyyətimizi, yayım şuramızı və bütün kollektivimizi bu növbəti il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Əziz dostlar, qoy sizin bütün uğurlarınız davamlı olsun. Əməyinizin bəhrəsini görməyə arzu edirəm. Uzun ömürlü bir televiziya olsun və həmişə ətrafınızda çox gözəl kollektiv, gözəl insanlar yığışsın. Təbrik edirəm. Mən fürsətdən istifadə edib 7 il sonra bu bayram günündə televiziyanın yaradılmasının 7-ci il dönümündə bütün dostlarıma, televiziyada çalışan bütün dostlarıma, həmkarlara, sənət dostlarıma, televiziyanın rəhbərliyinə təşəkkürümü bildirirəm və bu addıma görə, belə bir tolerant mövqeyə görə bir daha minnətdar olduğumu ərz edirəm və hamınızı bu bayram münasibəti ilə, 7-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Bayramımız mübarək olsun. İctimai telekanalı təbrik edirəm və bu telekanalın rəhbərliyində dayanan insanlar telekanalın fəaliyyəti dövründə olduqca gözəl işlərə imza atdılar. Çoxalmasını və artmasını demirəm, çünki bundan da böyük layihə ağla gəlməz, hansılar ki, ictimai imza atdı. Sadəcə olaraq sükanı belə saxlamağı arzu edirəm. Və yalnız bu şəkildə də rəqibsiz olaraq qalacaqsınız. İctimaini çox sevirəm. 7 il insan ömrü üçün kiçik olsa da, televiziya üçün böyük rəqəmdir. Bugün əminliklə demək olar ki, ictimai televiziya böyük televiziya məktəbidir. Bu məktəbi keçən hər bir gənc cəmiyyətin, ictimai həyatın müxtəlif sferalarında əhəmiyyətli yerə malikdir. Böyük ailə olaraq biz də onun hər bir üzvü ilə fəxr edirik. Onların hər bir uğuruna sevinirik. Nə qədər uzaqlara yayılsalar da, nə qədər fərqli sahələrdə çalışsalar da, onları birləşdirən bir məqam var.
Bu məqam bu ailəyə, bu geniş kollektivə və televiziyaya olan sevgi, rəğbət və bağlılıqdır. Əminik ki, siz də bizim kimi bizimkiləri unutmamısınız. Odur ki, sizi də, əziz tamaşaçılarımız, elə bizi də və bizimkiləri də təbrik edirik. Ad günümüz mübarək.